Azərbaycan dili qorunmalıdır və burada da ən əsas mediadır. Çünki media daha çox rəy yaradır və hər birimizin, hər bir istər elektron media, mən televiziyaları, radioları nəzərdə tuturam, istərsə də print media yazdığı hər bir yazı arxasınca neçə tamaşaçını, neçə oxucunu aparır və yanlış bir fikir, yanlış bir söz artıq minlərlə insanın bir növ dilinə çevrilir və bunu qəbul edirlər və bu dili də sonra da cəmiyyətdən silmək olmur. Aparıcı və müxbirlər, ümumiyyətlə media işçiləri ədəbi dil formalarına, ədəbi dil normalarına uyğun, qrammatik cəhətdən düzgün və üslub baxımından təmiz danışsınlar. Ümid edirəm ki, zəhmətimiz bəhrəsini verəcək, efirdə və mediada dilimiz daha gözəl və qüsursuz təqdim ediləcək. Azərbaycan dilinə dövlət qayğısı sadəcə mədəni məsələ deyil, milli ideologiyanın strateji dayağıdır. Sevindirici haldır ki, Azərbaycan dilinin saflığını qorumaq artıq dövlət və cəmiyyətin birgə işi kimi formalaşmaqdadır. Bugün burada təşkil etdiyimiz mediada orfoqrafiya qaydalarına əməl olunması haqqında təlimlər də bu qayğının məntiqi davamıdır. Hər kəs ana dilinin qorunmasına öz nitqində, öz yazısında əməl etməlidir. Çünki orfoqrafiya qaydalarına əməl olunması yalnız dil məsələsi deyil, ictimai məsuliyyətdir, peşə etikasıdır və milli mədəniyyətin qorunmasıdır.